Türkiyə Netanyahunun həbsinə order verib. İstanbul Baş Prokurorluğu Qəzza zolağında beynəlxalq humanitar hüququn və insanlığa qarşı cinayətlərin sistematik şəkildə pozulması ilə bağlı İsrailin yüksək vəzifəli rəsmiləri barəsində cinayət işi başladıb. Prokurorluğun bəyanatında bildirilir ki, İsrail ordusunun mülki obyektlərə, xəstəxanalara və humanitar missiyalara hücumları, eləcə də Qəzza blokadası ilə əlaqədar toplanan sübutlar beynəlxalq konvensiyaların kütləvi şəkildə pozulduğunu təsdiqləyir. İstintaqın nəticəsinə əsasən İstanbul məhkəməsi İsrailin 37 yüksək rütbəli rəsmisi, o cümlədən Baş nazir Benyamin Netanyahu, Müdafiə naziri İsrail Katz və başqaları haqqında həbs qərarı çıxarıb. Prokurorluq onların əməllərini soyqırım, hərbi cinayətlər və insanlığa qarşı cinayətlər kimi qiymətləndirib.